Davam eləyirik dostlar, 4-cü hissədəyik ki, 3 dənə şamın quruluşuna baxaq, yəni şam patteninə. Tez-tez rast gələsiz şam pattenlərinə biz baxırıq əsas. Bir də deməmişdən sizə bir söz deyim. Bəziləri durub spor eləyir ki, nəm smatmani belə, nəm aisiti belə, bir söz demirəm. Ancaq bir şuuru olan insan gedib bir araşdıra görə projection nə vaxt yaranıb? Projection'ı demək olar ki 50%'dir. Götürüb adını dəyişdirib, gəlizləşdirib, təqdim eləyiblərsə. Gedin baxın görün projection'ı kim tətbiq eləyib, niyə tətbiq eləyib, nə üçün tətbiq eləyib, harda iştirak eləyib, kim olub, nəçə olub. İndi isə biz projection şam pattenləri çoxdur, amma yenə deyirəm sizə, əvvəlki video dediyim kimi 80-90% bizə rast gəldi pattenlərə biz diqqət edirik. Çünki niyə qrafikdir, mən sizə dəfələrlə göstərəcəm, ona görə diqqətli olub baxmaq lazımdır. Yeni traderlər üçün əsas mövzulardır. Deməli, davam edir. Gördüyünüz kimi belə bir şam quruluşu var. Bura səhər ulduzu nümunəsi də deyilirlər və yaxud da 3 şam patteni, yəni 3 şam vasitəsilə qurulan bir quruluş. Burada gördüyünüz kimi bir dənə ay şamı gəlir, yəni düşüş. Sonra burada bu qırmızı da ola bilər, göy də ola bilər. Sonra bir dənə qalxış. Burada nə baş verir? Niyə bunu belə da qoyublar? Bu şam formalaşdıqdan sonra bu 3 dənə şam formalaşdıqdan sonra da bazara girmək olar. İndi bunu mən sizə gələcəkdə məsələn tək bunu yox. Bu şam pattenləri isə bazara yarımçıq necə atlanmaq, nə cür atlanmaq, bazara qrupu girmək, bazarın yarısından girmək, o metodlar da yəni danışılacaq, göstəriləcək gələcək dərslərimizdə. Ona görə nə qədər like olsa, nə qədər yəni bəyənmələr olsa, paylaşım olsa, bir o qədərə yəni mövzular çox olacaq. Burada deməli bizdən nədir? Görürsünüz, belə quruluş vəziyyətində bu o deməkdir ki, düşüş zamanı belə bir 3 şamın quruluşu yaransa artıq o siqnal verir ki, qalxışa getmə ehtimalı var. Eləncə də bizdə bu tərsinə fikir, qalxış zamanı belə bir vəziyyət yaranırsa burada düşüş ehtimalı var. Bir də fərq odur ki, bu qırmızı da ola bilər, və yaxud da göy də ola bilər, eləncədə bunda, ona görə burada biraz seyri göstərdiblər. İndi bunların adlarını gördünüz. Keçək növbəti bizdə vəziyyətə. Burada gördüyünüz kimi 3 dənə şam ardıcıl durursa, burada yəni artıq biz yəni əməliyyata girə bilərik. Görsünüz, burada da 3 dənə şam beləncə ardıcıl düzülürsə, deməli burada da biz əməliyyata üz aşağı yəni girə bilərik. Bu düşüş zamanı yaranırsa qalxışdır, qalxış zamanı yaranırsa belə bir vəziyyət, qalxış zamanı belə bir vəziyyət yaransa artıq düşüşə gedir. Ondan əlavə sizə bir sözdür. Sifariş blokları haqqında videomuz var. Altı isə yəni qrupda baxacaqsınız. Bizim bilməyənlər bilsin ki, yeni traderlər üçün qrup yaradılıb. Orada əsas mövzulardır yeni traderlər üçün. Qatışıqlıq yoxdur. Ona görə mən sizə bir məqam deyim. Orada sifariş bloklarına bəlkə də baxanlar var artıq. Gözləyirik ki, müəyyən bir hissəyə tutalım ki, qrafikin müəyyən bir hissəsini gəlib çatdıqda biz orada əməliyyata girək. Bəzən də bir də görsən ki, stop olub gedirsə, səbəb biz burada yəni elə momentdə sifariş blokuna yaxınlaşana yaxın əməliyyata giriksə və yaxud da sifariş blokuna toxunan kimi əməliyyata giriksə, bir də görsən sifariş blokda yarıb keçir. Bu bir. Qalırıq beləncik. Çox zaman gözləyirlər ki, sifariş blokuna gəlib dəysin, müəyyən bir şam pattenləri əmələ gəlsin, şamın oturması və s. Tam ki, bu 3 şam əmələ gəldikdən sonra biz əməliyyata, artıq bu bir şamda əməliyyata giriksə, bizim stopumuz hardasa buracan olacaq aşağı. Çünki uzaq başı gəlib buranı dəyib, test edib gedə bilər. Test etməsə də biz artıq əməliyyatda olacaq və gedişatımızı uğurla başa çatdıracaq. İndi mən sizə qrafikdə bəzi məqamları da qrafik analiz edəndə gələcəkdə göstərəcəm. Ona görə narahat olmayın. Ona görə bunlar bizə ən əsasına diqqətimizi cəlb edən vəziyyətləri isə gördüyümüz kimi. Yəni bundan əvvəlki videoda da şamların udulması və s. sifariş bloklarında fikir versiniz. Yəni bir dənə qayda var ki, şamın udulması yəni baş verməlidir. O haqda da yəni deyilib, diqqətini göstərib, bəzən bunlar hamısı gətirib
boş-boşuna şeylərə quraşdırıblar insanlara. Nə order, blog, nə bilim, nə ad veriblər. İndi burada bizdə nə gəlir? Bizdə burada sadələşmiş üsuldur. Bəzən biz kiçik time frame-də şamın udulmasını görürüksə, böyük time frame-ə keçdikdə belə şam düzülüşündən əvəzi bir dənə belə bir şam olacaq. Bu o deməkdir ki, qiymət bu hissədə, yəni qırmızı şamla düşüş vermişdi. Ondan sonra isə qiyməti qaldırıblar. Yəni alıcılar qiyməti qaldırıb. Yəni görürsünüzmü? Bu hissədə satıcılar və bu hissədə alıcılar. Görürsünüzmü? Alıcılar yəni gəlib şam burada baram. Yəni kiçik time frame-də fərq yoxdur. Time frame-in baxdığınız vəziyyət yaranırsa, növbəti böyük time frame-ə keçdikdə bu şamların yerinə bir şamdan əvəz olunacaq. Belə bir vəziyyətdə artıq siz bilməlisiniz ki, bu şamın içində kiçik time frame-də şamın udulması baş verir. Belə bir və yaxud da belə bir vəziyyətdə gözümü müəyyən bir hissədə burada artıq çəki şamına tam oxşamır. Çünki burada fitili həddindən artıq çoxdur. Bu dan ulduzu dilənədir, ona oxşuyur. Və burada biz gözümü şamların vəziyyətinə görə böyük time frame-ni keçdikdə və beləncik şamların düzülüşü. Bu da ki bizdə gördüyünüz kimi hansı şamları patternerə uyğun gəlir. Bəzən gözümü sizə dediyim kimi diqqət yetirib baxmaq, yəni önəmlidir bizdə. Davam edirik dostlar. Eləncikdə gördüyümüz kimi belə bir vəziyyət yaranırsa biz görürük ki, böyük time frame-də bu 3 dənə şamı bir şam əvəz eləyə bilər. Belə bir şam gördükdə biz təqrib bilməliyik ki, kiçik time frame-də belə bir vəziyyət yaranır. İndi burada biz diqqət nəyə yetirir? İndikatorsuz bizdə sadə üsulla trade görə sizə deyirəm diqqət yetirir. Birinci növbədə biz burada görürsünüz dəstək və müqavimət yeri qeyd olunub. Yəni qrafikin dəstək və müqavimət yeri qeyd olub. Yəni sənə lazım deyil ki, RSI yuxarı oldu, aşağı oldu, nə bilim, EMA nə oldu. Ona görə sən burada əgər birinci növbədə qrafikdə qeyd eləmişsən, növbəti qrafik bura gəldikdə dəyib qalxma ehtimalı var. Burada dəstək və müqaviməti qeyd eləmişsən, burada isə trendi qeyd eləmişsən. Deməli, ən azından bir 2 toxunuş olmalıdır. Bəzən deyirlər 3 toxunuş olmalıdır. İndi orada qrafikdə biz yenə deyirəm ki, daxil olduqda gələcəkdə videolarda qrafiklər analiz edirik. Biz onlara diqqət yetirəcək və sizə bəzi məqamlar deyiləcək. Ən güclü silləri bilmək isə artıq gərək tələbə qrupuna qoşulacaq. Ancaq biz yenə də başqalarına fərqli olaraq əsas mövzuları öyrənib ki, gələcəkdə yeni bir traderlər can atıb, heç olmasa onlar da neysə qazana bilsin. Onsuz da qazanırlar. Ağılı, şuuru, düşüncəsi olan insan məndən soruşanda əvvəlki çəkdilən videolar, mövzularını verirəm ki, baxır, diqqətlə öyrənir, məşq eləyir və qazanca çıxırlar onsuz da. Prosta sadəcə mən indi bunu hissə ardıcılıqla istəyirəm göstərdim. Gözüm, trend xətt qırıldıqda, sonra əməliyyat açdıqda buradan bir xeyir tutdu, buradan bir xeyir tutdu, yəni dəstək və müqavimətə gəldi çıxdı. Burada artıq bizdə dəstək sayılır, müqavimət sayılmır, çünki gəlib bu hissədə dəyib qalxır. Müqavimət bizdə olur bu hissə. Əgər bu hissəyə gəlsəydi, dəysəydi, onda müqavimətdən düşüş olacaqdı. Burada isə görürsünüzmü, bizdə düşüş trendidir. Düşüş trendini burada qeyd edib müqavimət yeri və sonra trend xəttini çəkib. Deməli, qiymət burada trend xətti qırdıqda fikir ola bilsin, gəlsin təzədən trend xətt qırıldıqda burada gəlib dəyib düşədi bilər. Çünki müqavimət rolunu oynayır. Əgər qırırsa trend xətt artıq dəstək rolunda oynaya bilər. Burada beləncə gəlib dəyib və qalxışda gedib gəlib burada gözümü belə bir müqavimət xəttinə deyib təzədən düşüş verir. Bu sadə üsulla qrafikə baxmağa və eləncə də gedirik ki, indi görək ki, bu canlı qrafikdə bu təqribən necə görsənir. Bunun gözümü canlı qrafikdə görsənmə üsulu beləncikdir. Deməli, necədir? Diqqətlə baxırıq. Gözümü buradan trend xəttini atıb insan gəlib qırdıqda trend xəttin üstündə dəyib və buradan qalxışa gedib, gözüm bu trend xəttin üstündə, yəni toqquşub qalxışa getməyi gördüyünüz kimi biraz böyüdüm sizə. Dəqiqə dostlar, sürü hesab edin. Diqqətlə baxın, burada göstərilib və burada da həmən vəziyyətdir.
Keçirik baş və çiyinə. Gördüyümüz kimi belə bir vəziyyətdə yarandıqda mən sizə videoda çəkmişəm. Yenə də deyirəm, ki videomda var ki, qeyd eləmişəm ki, formasyonlar sayılır. Hansı formasyonlar ola bilər qrafikdə aldadıcı olsun, girib baxa bilərsiniz. Deməli, burada gördüyünüz kimi belə bir qiymət gəlir, dəyir, müəyyən bir hissə, düşüş, qayıdır, burada bir təpə yaradır, düşür, təzədən dəyir, təzədən düşür. Bunlar olur baş hissəsi, bu isə çiyinlər sayılır, sağ çiyin, sol çiyin, yəni onda giriş yeri belə bir vəziyyətdə olursa, giriş yeri buradan eləyirik və bizim stopumuz bu hissələrə düşür, yəni bunu sadəcə bizdə belə bir formatda göstərilib, yəni zigzagvari hərəkətlərinə, amma gəlin bir maili hərəkətlərinə diqqət yetirsə, belə bir vəziyyətdə ki, sol çiyin, baş, sağ çiyin düşdükdə olur ki, gəlin, görürsünüz, ondan əlavə biz trend atırıq, məcburdur ki, bu imino belə bir quruluşda qurulsun. Bu belə bir düzülüşün də üstündə yığıla bilər, belə bir düzülüşün də üstündə yığıla bilər. Eləncə də bu tərs forması düşüş zamanı yaranan vəziyyətlərə diqqət yetirsək, yəni bu hissələri görə bilər. Həm də burada trend xətti çəkdə, trendə dəyib qalxışda gedə bilər. Baş və çiyin üst formasyonları. Deməli, burada baş və çiyindir. Burada isə həcmə görə göstərilir. Burada isə həcmə görə göstərilir. Həcmdə müəyyən bir vəziyyət yarandıqda baş və çiyindir. Yəni, yenə də deyim dostlar, buna heç ehtiyac yoxdur baxmağa həcmə. Həcmi də biz öyrənəcək gələcəkdə onun əsas sillərini. Sadəcə biz sizinlə baş və çiyin onsuz göz görür də necədir. Bunu qrafikdə təyin elə bilsək, elə bizə bəs eləyir, heç həcmə ehtiyac yoxdur. Bu da baş və çiyinin və tərs formasıdır, düşüş zamanı yaranmasıdır. Və görürsünüz, belə bir zigzagvari xəttlərlə göstərilir vəziyyəti. Bu başdır, bunlar da çiyinlərdə. Artıq giriş elədikdə, bu hissələrdə giriş elədikdə biz stopumuzu buracan qoyuruq, ondan sonra gedir. Təpə isə müəyyən qrafika uyğun biz baxacaq. Tutalım ki, qrafikdə hansısa bir qalxış zamanı yaranan bir vəziyyətdə bu sol çiyin, bu baş, bu sağ çiyin. Qeyd olunub, ümumiyyətlə belə götürülür bu sağ çiyin. Bu momentdə fikir verin, qrafikdə yəni düşüşə getmir, alladır, yəni ondan sonra isə qalxışa gedir. Görürsünüz, əslində burada bizdə baş və çiyin yaradıb, amma bizdə buradan artıq düşüş verməlidir, yəni vermir və buradan üzü yuxarı gedir. Bu isə bizim trend xəttimizdir. Belə deyə atılıb biz simmetrik üçbucaq tamamlanma üçün qırılma tələb edilmir. Görürsünüz, yəni qırılma olmur ki, burada neysə biz əməliyyata girək. Görürsünüzmü? Qırılma olmur. Ona görə burada şəkil göstərilib ki, əgər qırılma olarsa, burada əməliyyata girib stopumuzu buradan qoyacaq. Əgər burada qırılma olsaydı, biz onda əməliyyata buralardan girib üzü aşağı stopumuzu buralardan qoyacaqdı. Çünki bəzən alladır, yəni baş və çiyinlərdir, 2 təpədir, 3 təpədir, insanları allada bilər. O haqda da video çəkmişəm və gələcəkdə o haqda da biz söhbət eləyəcək sizlə. Qrafikdə cürbəcür vəziyyətdə, yəni davamlı nümunədir bu, yəni davam eləyə bilər. Bu isə tərs çevrilmiş baş və çiyindir. Düşüş zamanı yaranıb, bu qalxış zamanı yaranıb baş və çiyin. Görürsünüz, bu hissədə dəstək və müqavimət yerində baş və çiyin yaranıb artıq. Görürsünüz, düşüş zamanı belə bir vəziyyətdə də yarana bilər. Yəni qalxış zamanı da yarana bilər baş aşağı, düşüş zamanı da yarana bilər baş aşağı və yaxud düşüş zamanı da yarana bilər belə bir vəziyyət baş və çiyin və görürsünüz, sizə hamınıza belə formatda öyrədiblər. Gəlin, bunu biz təsdiqləyək, düzdürmü? Belələrini göstərməyiblər. Mən sizə yenə dediyim kimi, mən sizə elə bir üsulları göstərirəm ki, onu sizə çox treyderlər göstərməyəcək. Ona görə diqqətlə fikir. Sizə ancaq standart olaraq belə öyrədilir. Ona görə siz baş və çiyini qrafikdə tapmağı çox çətinlik çəkirsiniz. Həddən çox çətinlik çəkirsiniz. Amma bilmirsiniz ki, siz fikirləşik qalxış zamanı ancaq belə bir qalxış zamanı ancaq belə bir vəziyyətdə baş və çiyin yarana bilər. Amma fikirləşmirsiniz ki, qalxış zamanı tərsinə də baş və çiyin yarana bilər. Məcburdur ki, imino belə düşüşdə bu baş və çiyin buradan gələndə yaransın. Bu ona da qrafikdə diqqət yetirmək lazımdır. Və bu 4 cür yaranan baş və çiyinlərdir. 4 cür. Bunu sizə bunları deyə bilərlər baba. Amma sizə əsas üsulların bunları heç kim demir.
bilin. Baş və çiyin yarandığı zaman bayaq sizə dediyim kimi fikir verin. Burada biz dəstək trend xəttimizi atdıq. Fikir verin. Buradan da trend xəttini atıb insan sadəcə görsədir. Qırılma artıq buradan baş verirsə bu sağ çiyinin formalaşmasını fikirləşir. Niyə atılır mən sizə? Buradan fikir verin. Qırıldıqda insan əməliyyata girirsə, onda stopun buradan qoyacaq. Ondan əlavə bu trend xəttin atdısa, trend xətt bu hissədə fikir verin. Dəstək rolunu olub və trend xətt qırıldıqdan sonra müqavimət rolunu olub. Müqavimət yadda saxlayın nədir? Yəni gəlib deyib düşür, yəni oranı yara bilmirsin, ona müqavimət göstərir. Dəstək nədir? Yəni düşmənin qarşısını alır ki, imkan vermir ki, məsələn bu zonada həddindən artıq düşsün, qalxış olur. Onların açıqlamasında gələcəkdə videolarda biz baxacaq, çox mövzuya baxacaq. İndi baxaq, fikir ver, qrafikdə, burada gördüyünüz kimi belə bir qrafikdir və burada fikir ver, qrafikdə bir dənə xətt atsa insan görür ki, bu hissədə baş və çiyinlər yaranır. Görürsünüzmü? Artıq buradan giriş eləyə bilərdi aşağı. İnsan buradan beləcə bir dənə belə xətt atıldı. Gör ki, ən hündür yeri budur, bu. Açıq gözü, baş və çiyinlər cürbəcür vəziyyətlərdə yarana bilər. Məcbur deyil ki, yəni ancaq belə sizə ideal baş və çiyinlər yaratsınlar. Gözün, belə bir ideal, amma baş və çiyin belə durur. Niyə burada ən hündür nöqtə budur, ən hündür nöqtə budur, amma bunların ortasında ən hündür nöqtə budur. Ona görə burada baş və çiyinlər alınır. Burada isə fikir ver, gözümü qalxış olub, buradan düşüş zamanı başlayıb, bu hissədə xəttin atanda baxıb ki, baş və çiyinlər yaranıb. Ona girişim verib, qalxış. Elənki də buradan fikir ver, buralardan girişim verib, üzü aşağı, yəni əməliyyatda artıq burada da stopun yerləşdirəcək. İndi keçirik biz iki təpəyə, buna iki təpə də deyilir, məsələn iki nöqtə də deyilir və s. iki qat üst formalaşma da deyilir. Yəni əslində bizdə indi Azərbaycanca baxsa iki qat üst formalaşma gedir. Bu qiymət hərəkatı müəyyən bir hissədə fikir dəstək və müqavimət yeridir. Bu hissəni qırır, ondan sonra gəlir müəyyən bir hissədə bir dənə təpə yaradır. Düşüş verir təzədən bu artıq müqavimət yeri qırıldıqda dəstəkə çevrilir. Burada dəstək alır, təzədən qalxır, gəlir təqribən məcbur deyil bərabər olsun. Təqribən bu hissələrdə yenə də bu formalaşır, bu kəllə səsi var, onda düşüş verir. İndi sizə bir məqam deyim, burada göstərilməyib, fikir verin. Baş və çiyindən yaranan zaman fikir verin. Onun ümumiyyətlə bu hissəni təqribən nə qədər getməyi necə hesablayırlar? Buranın arasını götürürlər, çöplə ölçürlər, gətirib yerləşdirirlər bura ki, təqribən bu qırıldısa, buracan getmək ehtimalı var. Amma məcbur deyil getsin qrafik olacaq. Yəni təqribi elə hesablayırlar. Burada sizə göstərilən qayda bunu göstərib ki, bu hissəni bu götürüb, çubuqla ölçüb, ondan sonra qırılma hissəsindən yerləşib ki, təqribən bunun tepəsi buracan olacaq. Düzdür? Məcbur deyil imino buracan gəlsin. Dediyim kimi gözüm bu buracan da gələ bilər. Və burada da həmənki vəziyyəti bu hissənin məsafəsini ölçüb atdığı xəttə uyğun və gətirib həmən xətti yerləşdirib bura eyni hündürlükdə də girişin buradan veribsə fikirləşib ki, təqribən buracan gələ bilər. Vaxtda da videolar çəkib paylaşmışam, yenə də deyirəm yəni sizlərə. Və burada da həmən bölgüdür. Bunların arasında yaranan məsafəni ölçür və ondan sonra bu xətt qırıldıqda yerləşdirir ki, təqribən buradan birinci tepəsi buracan olacaq. Ondan əlavə bu hissələrdə əməliyyata girən adam stopun hardasa buralardan yerləşdirəcək və yaxud da bu hissələrdə biraz təpə var, sonralardan yerləşdirəcək. Bu hissə dəstək və müqavimət gördüyünüz kimi təzədən qırıldıqdan sonra artıq bu hissədə dəstək rolunu oynamağına baxmayaraq növbəti dəfə qayıdışda müqavimət rolunu oynayıb və düşüş verir. İki qat üst formalaşma, yəni fikir verin. Burada qeyd olunub iki zirvə arasındakı ən alçaq nöqtə, yəni götürüb ölçün götürüb ki, təqribən nə qədər olmalıdır. Düşüş zamanı, bu düşüş zamanı yaranıb, fikir verin, düşüş zamanıdır bu. Yaranıb məsafə 1, 2 təpə yaranıb və buradan belənci qalxışı da hesablayırlar. Amma sizə fikir və çoxlarının bildiyi kimi sizə bu üsulu öyrədiblər. Bir dəqiqə.
bu üsulu göstəriblər dostlar və bunu sizə başa salıblar. Deyiblər ki, beləncidir. Görsün. Burada da giriş yeri, sən buradan buranı ölçdüyün yerə təqribən tepin buracandır. Giriş yerin buracan qoysun. Sən stopu buracan eləməlisən ən yaxşısı. Niyə? Çünki gəlib bu təpəni keçə bilər. Amma qrafikə diqqət edin, sifariş bloklarını bildikdə biz məzən stopumuzu məsafəsini azalda bilərik. İndi isə biz burada grafikə fikir verək. Grafikdə təqribən nətər ola bilər? Görürsün, insan buradan xəttin atır və baxır ki, 2 təpə bura düşdü. Sonra bu hissədən bir dənə xəttin atır, baxır 2 təpə bura düşdü. Görürsünüz? Sonra buradan belə xəttin atını görür 2 təpə bura düşdü. Yəni ideal 2 təpə yoxdur grafikdə. Yəni ideal siz axtarmayın. Cürbəcür vəziyyətlərdə olacaq, sadəcə görməyə bacarmaq lazımdır. Bu hissədə artıq bu başqa bir variant göstərilib. Yəni dediyim kimi bu hissədə 2 təpə atdıqda 2 təpə bu sayılır, belə bir vəziyyətdədir. 2 təpə sayılır, fikir verin. Bu düşüş zamanı yaranıb alt hissələr. Buradan da xəttin atdıqda burada 2 təpə gözüm qeyd oldu. İndi gedir. Simmetrik 3 bucaq. Simmetrik 3 bucaq gördüyümüz kimi, yəni simmetrik 3 bucaq. Qiymət daralır, sadə üsulla deyim. Ümumiyyətlə, formasyonlar haqqında PDF, bir dənə qəşəng PDF kitabı buraxmışam. Təmənnasız qrupdan köçüdüb oxuya bilərsiniz. Formasyon fikir ver. Yəni burada trend xət düşür, burada trend xət düşür. Hansısa qırtısı getdisə, onu birə-bir necə hesablayırlar? Götürürlər buradakı məsafəni qoyurlar, təqribən beləncə birə-bir hesablayırlar. Bu qiymətin daralması və ola bilər ki, qiymət müəyyən bir istiqamətə hərəkət edir. Zigzag-vari vəziyyəti də beləncidir. Giriş nöqtələri göstərir, hardan giriş görsən, stopu hardan qoysan və TPV də təqribən sizə dediyim kimi buranın məsafəsinə uyğun TPV də götürürsən. Bu da beləncidir, tərz formasıdır. Grafikdə fikir verin, grafikdə yarandığına görə ölçünü götürüb qoyub onu girişi verir və bu hədəfi birə-birdir. Yəni birə-bir nəyə görə? Yəni bu vəziyyətə uyğun hədəfin verir. Birə-bir, yəni stopun məsafəsini görüdür. Yəni birə-bir buna görə yazılıb. Alt hissədə fikir verir. Artan 3 bucaq yaranıb. İndi bu artan 3 bucaq haqqında da baxacaq. Fikir verin. Onda da götürüb bu hissəni götürüb qoysan qırmadan sonra təqribən birə-bir. Yəni bu hissəyə uyğun məsafədir birə-bir. Yəni stopun məsafəsi deyil, o birə-bir yadda saxlayın. Ona görə. Zigzag-vari bizdə beləncə göstərilir. Gördüyünüz kimi zigzag-vari. Genişləndirici, yəni formasyondur. Genişləndirici formasyon artıq bir daralmadan qiymət genişlənməyə doğru gedir. Görürsünüz, tərsinə gedir. Yəni bu genişləndirilmiş formasyon sayılır bizim dildə. İndi gedirik sonra. Grafikdə bunu necə görə bilərik? Diqqətimizi cəlb elədikdə bunu sizə çoxları göstərmir, başa salma, izah eləmir. Çəkdikdə görürük ki, gedəcək qiymət genişlənir. Yəni qiymətin hərəkət etdiyi çərçivə genişlənir. Mən sizə dəfələrlə videoda demişəm, qiymət müəyyən bir çərçivədə hərəkət edir. Yəni bunu siz çoxunuz bilmirsiniz. Ki boş-boşuna danışıda poput edir, özündən şey çıxardı. Gözümü, həm sadə üsullarla göstərirəm sizə. Burada sizə ingiliscə sözlər yoxdur, nə bilim, falan şeylər yoxdur, bəmə şeylər yoxdur. Başımıza ağrıdası minlərlə söhbətlər yoxdur. Sadə qrafika baxış bucağımız var. Sənin strategiya nə qədər sadə olsa, bir o qədər çox qazanacaqsın. Bu bir. Sən grafiki indikatorla yox, indikatorsuz anlaya bilsən, sən bir o qədər çox qazanacaqsın. Onu həmişə yadlayacaq. Sən grafiki anlaya biləcəyin bir çalışqına, indikatoru öyrənməyə yox. Deməli, beləncə, burada gördüyünüz kimi vəziyyətlər burada yaranıb və burada da beləncə vəziyyətlər yaranıb. Burada başqa bir vəziyyətlər var. Əgər kimsə baxırsa, nə vəziyyətlər burada görə bilər, onu da şərhdə yaza bilər. Məsələn, bax, xəttimizi açsaq, burada nə görür? Çiyin və burada baş. Gözüm, çiyinin biri balacadır, nə olsun balacadır? Çiyin, baş, çiyin. Və düşüş verdi mi? Bax, buradan. Gördünüz? Çox zaman anladıqçı kimdir onu. Bu bir. Sonra başqa cür xəttimizi açsaq necə olacaq? Baxın, qrafikdə görün, nələri görüb görə bilirsiniz.
Getdik. Burada isə bayrağın anatomiyası. Burada bayraq fason, yəni düşüş zamanı beləncə qiymət müəyyən bir çərçivədə oynayır. Sonra təzədən düşüş verir. Bu necə götürürlər? Buradakı məsafəni ölçürlər. Ona uyğun da qoyurlar. Girişin təqribən tepəni hesablayırlar. Deməli, girişi buradan verirsən, stopu buradan qoymalısan əslində. Amma bu hissədə, yəni təqribən sən sifariş bloku misləncə stopu məsafəsində azalda bilərsən. Getdikcə biz eləncə də bu, yəni qalxış zamanı yaranan vəziyyətidir. Getdikcə biz baxırıq qrafikdə necə vəziyyət yarana bilər. Qrafikdə gözmür, belə bir atdı, bu hissə atdı və burada çəkildi. Biz bunun müəyyən bir sirrin gələcəkdə də öyrənəcəyik ki, bu düşüş zamanı yaranıb, bu isə qalxış zamanı. Gözmür, qalxış zamanı gəlib belə bir vəziyyət yaranıb, sonra qalxışa gedib düşürsən belə bir vəziyyət yaranıb, sonra düşürsən belə bir vəziyyət, sonra düşüşə gedib. Görək. Bax, düşüş zamanı yaranıb vəziyyət düşüşə gedib, gözün düşüş zamanı yaranıb vəziyyət düşüşə gedib, qalxış zamanı yaranıb vəziyyət qalxışa gedib. Bəzən bunlara fikir verməliyik. Fikir ver. Qrafikdə gördüyünüz kimi gözmür, xəttləri atdıq gördük və buradan əgər qırılsa təqribən düşüşə gedə bilər. Artıq bizdə bu bayraq formasyonu bizə, yəni gözmür, yəni bayrağın anatomiya forması, buna düz bucaqlı da deyirlər bəzən el arasında. Beləncə qrafikdə belə bir vəziyyətdə yaranmışdı, qrafikdə belə bir vəziyyətdə də yaranmışdı. Sadə bir şeylərdir ki, hansı ki biz bunlara baxdıqda bəzən qrafikdə görməyə çalışmalıyıq. Yüksələn və düşən tanısılar. Belə bir formasyonlar var. Qalxış zamanı yaranır, alt hissə daralma gedir, üst hissə elə də daralma, düşüş zamanı gibi. Bax, qalxış zamanı yaranır, düşüşə verir, burada yaranır, qalxışa verir, fikir verir. Və yaxud da tərsinə də ola bilər. Fikir ver, üstə, yəni qiymət buradan sıxılırsa üstə gedəcək, altdan sıxılırsa bura gedəcək. Və bunu sizə ətraflı çoxsu başa salmaq. Bax, 4 vəziyyət, necə ki baş və çinləri 4 vəziyyətini sizə izah elədim. Bu hissələri sizə izah eləmirlər çoxsu. Çünki onların özləri də bunları bilmirlər. Mən sizə deyirəm. Bunda ölçüləri gördüyünüz kimi sadə bir düşüncədir. Buradan qoyub burada təqribən birinci tepəsini bura kimi götürür. Fikir ver, baba, vəziyyət burada gördüyünüz kimi qrafikdə yaranan vəziyyətlərdir. Qrafikdə yaranan vəziyyətlər. Bu ucu artıq nə vəziyyətidir, bu nə vəziyyətidir, bu nə vəziyyətidir. Gözü, bu nə vəziyyətidir dedim sizə, bu nə vəziyyətidir dedim, bu nə vəziyyətidir dedim. Bütün vəziyyətdə görürsünüz, qrafikdə cübəcü yerlərdə yaranır. Bunlar hamısı pozisiya yığımlar. Formasyonlar vasitəsilə pozisiya yığımları başlanır. Pozisiya, yəni market maker pozisiya yığır ki, sonra qiyməti yuxarı qaldıra bilsin. Market maker pozisiya yığır ki, qiyməti aşağı salır. Market maker pozisiya yığır, market maker pozisiya. Yəni tarazılaşma belə deyə sadəcə. Bu müəyyən bir neytral vəziyyətdədir. Neytraldan da əlavə bizə nəyi xatırlatdı bu? Baba, belə bir vəziyyətləri yəni bizdə xatırlatdı. Yəni diqqətlə baxanda gözü bu neytral vəziyyətdə, yəni trend qalxışda olur, neytral düşüşdə olur və neytralda. 3 cür bizim trendimiz var. Bu nə trendidir? Bax, bu təpə buradan aşağı, bu biri təpə buradan aşağı. Baba, bu necədir? Bu təpə buradan yuxarıdır, alt təpələr buradan. Bu artıq qalxışdır. Burada nə baş verir? Növbəti dəfə bu hissə gəlib bu hissədə biraz aşağı, növbəti təpə aşağıda yaranır, artıq bizə düşüş siqnalıdır. Gözümün, bu təpədən bu təpə aşağıdadır, bu təpə aşağıdadır, bu təpə bu təpədən aşağıdadır və eləncədir burada düşür. Ondan sonra təzədən də baş verir. Təzədən qiymət qalxır, yəni bu təpədən yuxarıda olur, sonra bu təpədən yuxarıda olur, bu təpədən yuxarıda olur. Trend necədir ki, xəttimizi atsaq, görəcək ki, trend bizdə qalxışdır. Gözmü? Ondan sonra nə vəziyyəti? Təzədən düşüş, təzədən qalxış, gözmü? Təzədən sonra nə vəziyyəti? Düşüş gedir. Bu təpə bu təpədən yuxarıdadır. Bu təpədən yuxarıdadır. Bu təpədən yuxarıdadır. Gözmü? Ən azından düşüşdür.
bir dənə xəttimizi atsaydıq burada, buranı keçdikdən sonra nə baş verir? Artıq gözünü diqqət yetirsək, burada bizdə 2 təpə yaranır. Əslində götürsək 1. Bizdə bu 2 təpə yaranır və düşür. Burada bizdə nə baş verir? Hətta baba bu hissədə bizdə 2 qat 2 təpə yaranır. Baba altdan xətt çəksə, balaca formada 2 təpə yaranır. Bunu görüb biz düşüşü gözləyə bilərik. Gözümü qrafikə bir sadə baxışlarına biz grafiki təxminən baxdıq, gördük ki, nə ola bilər, necə ola bilər. Getir növbəti hissəyə. Növbəti hissədə gördüyünüz kimi burada getmişik. Ayı fərq 3 bucaq metodu, yəni bu necədir və bu girişdir. Bu dəyirmi üst, yəni üst hissə necədir, nə cürdür, bu göstərilir. Sizlərə vəziyyət qrafikdə yarandıqda və yaxud da burada düşüş verib, ondan sonra çaşka formatı və sizə dediyim bəzi formasyonlar bunlar hansısa ilə bunu baxıb prosta öyrənmək lazımdır. Qalxış zamanında nədir? Siz bakı çıxardıb özünüzə saxlaya bilərsiniz, mənim üçün fərq eləməz. Yəni bu formasyonları rom sayılır, bunu da keçəcəksə göz forması almaza oxşuyur. Bəzən almaz naxış dibdə deyirlər. Beləncə vəziyyətdə, yəni düşüş verir. Müəyyən hissədə belə qalxışı təzədən gəlir, təzədən deyil. Məsələn, buradan xətti var, deyib düşür. Bu cür çaşka forması var. Eləncə tərsinə belə bir vəziyyətdə də ola bilər. Bunun belə bir vəziyyətdə də ola bilər. Fərq eləməz. Bu da gördüyümüz kimi, yəni tutacaq qabıdır, tutacaqsız qabıdır. Yəni qrupu olmayan, artıq çaşka sayımı qrupu olmayan bir qab fasonda yaranır. Belə deyəm də alt malik deyilir. Bunun vidi buna oxşuyur, yəni buna uyğun deyirlər. Yəni sonra və gördüyünüz kimi burada 2 təpə sayılır, bu 2 təpə, 2 təpə də sayılır, 3 təpə sayılır, bu 3 təpə yaradıb, 3 qat, yəni 3 təpə deyilir. Bunu 3 qat baş və çiyinlər, bunlar baş və çiyinlər. Yüksələn bayraq da deyirlər ona, cübəcür də deyirlər. Eləncə də bunun tərs formasıdır, gözmü? Yəni sonra bunu artıq biz bildik nə vəziyyətdə yaranır və qalxışa verir. Bunu artıq biz baxdıq da onu da bilirik. Onsuz hamısına baxmışıq. Və bu hissədə saxta qırılma gedib. Əslində bu hissəyə uyğundur. Bu davam eləyib. Yəni burada göstərib saxta qırılmalar gəldim, yəni saxta qırılma verdi, sonra getdi. Yəni bu pozuldu, çoxları elə bir ki pozuldu. Yox, saxta qırılma. Bu hissədə də ki figurda saxta qırılma, burada da saxta qırılma. Bu hissədə də saxta qırılmalardı göstərib. Onu da gələcəkdə biz fikir verəcək. Fikir verin, qrafik hərəkatında cübəcür 2 qat, yəni alt, yəni belə də neytral bir vəziyyət. Burada düşüş beləncə, burada sıxılma 3 bucaq kimi, burada belə görsün. Cübəcür vəziyyətdən qrafikdə cübəcür yerləri, cübəcür vəziyyətlər idarə edir. Fikir verin, qalxış zamanı 1, 2, 3, 4, 5, yəni toxunuşların göstərib əslində. Yəni burada bizə fərq eləməz, yəni kanal kimi götürüb, bu kanal nədir? Gözün düşən kanal götürüb, bunu atıb hissəsin və burada gördüyümüz kimi gözün necə əmələ gəlib, burada artıq qalxış zamanı necə əmələ gəlib, ölçünü götürüb atıb, burada nə qədər ölçüdür, burada da ölçünü götürüb atsa, burada artıq bizdən ölçü görsün. Gördüyünüz kimi, növbəti dəfə gələcək videomuzda biz deməli 34-cü səhifədə qaldıq. Şərhlərdə öz fikrinizi yaza bilərsiniz. Xoşunuza gəlirmi, yoxsa gəlmirmi? Öz fikrinizi yəni şərhlərdə qeyd edə bilərsiniz. İnşallah gələn videolara qədər like vurun, paylaşın ki, çox videolar çəkilsin. Hələlik dostlar.